Məmmədov İlham 1999-cu il fevralın 14-də Gəncə şəhərində anadan olmuşdur. 2005-ci ildə 1-ci sinifə getmiş və 2016-cı ildə Gəncə şəhəri 15 nömrəli tam orta məktəbdən məzun olub. Kəşfiyyatçı olub, subay idi. Ailədə 2 qardaş idi. Məktəb illərində basketbol, idman növündə bir çox nailiyyətlər əldə edib. Komanda yoldaşları arasında liderlik xüsusiyyətləri ilə seçilib. Qeyd edək ki, komanda yoldaşları arasında öz qardaşı Tural Məmmədov da olub. Oyun zamanı komanda yoldaşları arasında yüksək əhval-ruhiyyənin olmasında, qələbəyə inamın yaranmasında böyük rolu olub və bu xüsusiyyətlərini döyüş meydanında da göstərib. Respublika çempionu olub. Gəncənin və bir çox bölgələrin çempionatında dəfələrlə birinci yer tutub, vətən uğrunda döyüşdə fərqlənməyə görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Azərbaycan ordusunun əskəri olan Məmmədov İlham 2016-cı ildə 1 il 6 ay müddətində en saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olarkən nümunəvi əskər olduğu üçün şəkli şərəf lövhəsində yer almışdır. 2020-ci ildə sentyabrın 22-si könüllü olaraq cəbhəyə yollanmışdır. Döyüşlərə öz dayısı ehtiyatda olan baş leytenant Anar Salmanov ilə birlikdə qatılıb. Dayısı Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanaraq qazi olub. Özü isə Füzuli və Xocavənd istiqamətində bir çox kəndlərin alınmasında fəal iştirak edib. 9 noyabrda Xocavənd istiqamətində qəhrəmancasına şəhid olub. 21 noyabrda Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunub. Bu gün başımız dik, ürəyimiz qürurludur. Onlar bu torpaq üçün canlarını fəda etdilər. Ruhları şad olsun, məkanları cənnət olsun. Göl bilmek dil olur. Çabuk büyü, çabuk yetişmez olur. Kal gezerim şu dağlarda gez olur.